İnsanlar buğda unundan hazırlanan ağ çörəyi yox, çovdar unundan hazırlanan qara çörəyi yeməyi üstün tuturlar. Səbəbi isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhə ilə yanaşanlar da var. Bölgə TV xəbər verir ki, sağlam qidalanma mütəxəssisi Məhsədi Hüseynova faktı təsdiqləyib və bildirib ki, çovdar çörəyi satılan çörəkçilərin heç də hamısı çovdar unundan deyil. Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır. Digər ekspertlər isə deyir ki, çovdar çörəyinin çəkisi daha ağır olur. Çovdar unundan hazırlanan çörəklərin rəngi daha çox qəhvəyi, tünd qəhvəyi olur. Bəzən fərqli tonda ola bilər. Bu unun üyüdülməsi bişmə şəklindəndir. Çovdar çörəyinin ölçüsü kiçik olsa da daha ağır olur. Çünki tərkibində nəmlik dərəcəsi yüksək olur və buğda çörəyindəki məsamilər boş hissələr olmur. Həmçinin elastiklik olmadığına görə kəsilməyə daha meyilli olur, daha çətin çeynənir. Bunlar çovdar unundan hazırlanan çörəyin əlamətləridir. Dadı isə turşdur, torpaq dadını xatırladır. Çovdarın özünə məxsus qoxusu var. Qiyməti digər çörəklərdən fərqlidir. Satışda olan çörəkləri alarkən mütləq onun etiket məlumatlarına diqqətlə baxmaq lazımdır. Rəna Rövşənqızı, BTV.